Reaksiya alınan üzvü maddələr üçün doğru ifadələri müəyyən eləyin deyir bizə. Birinci reaksiyada etilendir və etilenin formulu CH2 formada yazırıq. Kalin permanganatla etilen glikol alınır. Bu ikinci reaksiyada katalitik oksidləşməsindən alınacaq asetaldehid. Birinci reaksiya qeyri-polyar kovalensiya 2 daha artır. Burada hidrogenlər 4 polyarımız var. Burada 4 hidrogen var. 2 dənə də OH-lara, 2 OH-lara gedir. 8 1 düzdür. İkinci reaksiya qeyri-polyar kovalent rabitənin sayı 2 vahid azalır. Burada qeyri-polyar 2 dənədir. Burada bir dənə 2 vahid deyil, 1 vahid azalır. Birinci reaksiya etilen oksid alınmır, etilen glikol alınır. 4'te nədir? İkinci reaksiya pi rabitənin sayı dəyişmir. Bu da düzdür çünki burada 1 ədəd pi var, burada da 1 ədəd. Cavabımız 1, 4, A variantı.